sonra suallarınız olarsa o suallarını cavablandıracaq və sonra artıq məşqə qoşulacaq. Bildiyiniz kimi bir öncəki oyunda məğlub olmuşduq. Ümid edirəm ki, inşallah sabahki oyunda həmin nəticəni unutdurarıq azarkeşlərimizə və maksimum qələbə üçün çıxacaq meydana. İnşallah qələbəni qazanıb meydana ilə ayrılarıq. Saboya sual olan var. Yoxdur. Buyurun. Sabahki oyunu uğurlar arzu edirəm sizə. Düz gənc oyuncusu yeni debüt eləmişsən. Bu suallar biraz sənin çətin ola bilər, amma ümumi olaraq komand şəklində verirəm. Ötən oyun məğlub olarkən komanda olarkən Tural. Düz onun yerinə cavab verməyə bilərsən də, öz yerinə cavab verə bilərsən. Biraz xalqın üzr istəməyi kimi üzr istəmədilər, yəni heç bir futbolçu. Sanki bu qələbəni normal siz qarşıladınız, yəni. Sabahki oyunda maksimum nəticə göstərmək üçün hansı addımlar atmışsınız? Ümumiyyətlə, psixoloji cəhətdən hansı hazırlıq görmüsünüz ki, heç olmasa sabah tənqidlərə məruz qalmayasınız? Yəni, bir daha uğurlar sizə. Sualı başa düşmürəm. Keçən oyun doğrudan da ağır nəticə keçdi. Yəni, onu biz istəmirdik elə olsun. Psixoloji olaraq, həm psixoloji, həm məhdsin dedikləri olaraq oyuna hazırlaşırıq. İnşallah qələbə qədər qazanarıq. Ən sadəsini eləyib oyundan üzə ağ çıxmaq istəyirik. Sağ uğurlar arzu edirəm. 2 sualım vardı. Birincisi, bir gənc futbolçu kimi özünü düşərgədə necə hiss eləyirsən? Yəni, təcrübəli futbolçular nə dərəcədə dəstək olur sənə? İkincisi də, rəqibi təhlillərimizdə yəqin oyununa baxmışsınız. Belarus Haitidən nə dərəcədə fərqlənir? İkincidən eşitmədim. Belarus Haitidə necə müqayisə edərdin? Oyun üslubuna görə. Elə debüt elədim millidə. Sağ olsunlar, böyüklərimiz, daha təcrübəlilər mənə kömək oldular bu həmin maçda. Belarusa gəlincə, məncə Haiti daha atletik bir komanda idi. Belarus daha Avropa stili bir futbol oynayır, amma biz ona da hazırlaşmışıq. Məhdimiz nə deyibsə onu eləyəcək meydanda. Saboya sual olan yoxdursa, buyur Saboy məşqə geçsin və mətbuat konfransı Fernando Santuşla davam edəcək.